Bu videoda İtalya vlogu ilə qarşınızdayım. Saatda 300 km gedən sürət qatarı ilə səyahət etdim, milli mətbəxi sınadım, məşhur küçələri və abidələri gəzərək insanlarla maraqlı söhbət etdim və sizlərə İtaliyadan kiçik bir hədiyyə almışam. Həmin hədiyyəni qazanmaq istəyirsinizsə videonu sona qədər izləyin. Doğru deyilən bir yerdəyik. Özümə belə bir su aldım marketdə. Havalimanında görüşərik. Axır ki gəldim, çatdım havalimanına. Məni bu avtobus gətirdi, sağ olsun. Çox qəribə axı buranın havalimanı. Oha, çox möhtəşəm. Kameraya danışmağı unutmuşam ha mən. Mən də gedirəm qeydiyyata. Tam neçə kiloda gəlin sizə göstərim. 10 kilo olmalıdır. Çekimiz elədik, biletimiz əlimizdə. İndi gedirik ikinci yerə. Hardakı bizi təpədən dırnağa soyundururlar. Mən özümə sığorta almışdım ki, deyirdilər uçuşda sığorta lazımdır falan. Amma sığortamı soruşmadı. İndi mən o sığortaya qədər pulu boşuna mı verdim? Və bütün qeydiyyatlar bitdi. Hər yer təyyarədir. Hava şaxtadır. Uşaqlar, qonşunun pəncərəsindən sizlərə nəsə kadr çəkim. 4 hours later. Yoxlayam. İtalyan havasına bax. Nə qəşəngdir, yüngül yağış yağıb. Günəş çox qəşəng vurur. Kofe istəyirəm, bir ayılım, özümə gəlim. Yəni Instagramı qısa bir videoda çəkim. Avtobusdan da düşdüm. Tam 1 saat 40 dəqiqə sonra bütün qeydiyyatları tamamlayıb keçə bildim axı. Ayaq üstü növbədəyəm. New York uçuş. İnşallah bir gün biz də oralara uçarıq. Amin. Qoluq saya keçdim, hava çox istidir. 40 dəqiqə falan da havalimanındayam. Özümə gəlməyə çalışıram, əl üzümü falan yudum. Düz oraları çəkmədim. Roma Terminiyə gedirəm. Və bu arada Instagrama yeni bir video atmışam. Nəysə, gedək biraz Roma Terminiyə pul xərcləyək. Burada belə Starbucks kofeləri var. Bu da cappuccino. Cappuccino. Latte götürəcəm. 4 al. Grazie. Belə maraqlı kardonlu çubuğu var. Oy da çox dadlıdır, həqiqətən çox dadlıdır. 4 avro verməyə həqiqətən dəyər. Lattelər normalda şirin olur. Bu acıdır, amma südün dadı çox gəlir. Bilet aldım uşaqlar, 9 avro. Hazırda yemişəm avtobusdayam. Yemək məncə zor otur da, hava çox günəşlidir. 5 dəqiqə falan tərpənəcək, elə dedilər. Belə bir keçidəyəm, gəzirəm, market axtarıram, ümidvaram taparam, maraqlı mağazalar var. Metroya gəlir, deyəsən metroya yaxınlaşdım. Bəlkə metroya da minərik. Ha, nə qəşəng oyuncaq var burada, buna baxın uşaqlar. 20 dəqiqə əvvəl qoluqsa istidən pişdiyimi demişdim, amma hal-hazırda yağış yağır. Çox soyuq. Çox şiddətli yağış yağır. Mən də düşdüm bu yağışa. Telefon inşallah yaş olub xarab olmaz. Uşaqlar, papağı çıxartdım telefonu qorumaq üçün. Uzun zamandır darıxırdım belə videolar çəkmək üçün. Amma xoşbəxtəm, həqiqətən həyatın ən xoşbəxt dəqiqələrindən biridir. Hara gedirəm özüm də bilmirəm. Random bir küçə ilə gedirəm. Hər yerim yaşdır. Tramvayda çəkiləcək maraqlı bir şey görmədiyimə görə orada kadr çəkmədim. Tramvaydan düşdüm. Çox çəkmədim çünki sıxıcı idi. Dedim sizlərə də sıxmayıb. Mənə çox maraqlı gəlirdi, amma mindim. Bir də metroya düşdüm. Görək bunların qatarları necədir. Elə desenli metroları var. Çox random gedirəm. Bilet də belədir. Görünüşü belədir uşaqlar. Qiymət 2 avrodur. Bir də 1 avro 50 sentdə faiz tutdu. Bir dəfəlik adına razılığı keçirdi. Qatarları belə səssiz işləyir. Mahnıza doxunmur. Zavor stansiyası. Çox qarışıq metroları var. Hər stansiyada sadəcə adın deyil. Bu qədər. Yoxsa Elmlər Akademiyası stansiyası, Elmlər Akademiyası station. Sonra dın. Qapılar bağlanır. Növbəti stansiya inşaatçılar. Dot Oklezi. Next station inşaatçılar. Burada belə söhbətlər yoxdur. Mən duş aldım, çıxacam çölə, gedək, Kalizuma gedək, Spanish Steps'ə gedək, yemək yeyək, acından ölürəm, duş almaq çox yaxşı gəldi. Buralarda kadr çəkmək sevmirəm. Sizə otel otağımı maraqlıdır, yoxsa buranın gəzintilərimi kasıbam yerə. Lüks yerdə qala bilmirəm. Burada otellərin qiyməti həqiqətən bahadır. Məsələn, bir günü 160 avro, 200 avro, 300, 400 belə qalxır. Öz segmentinə görə, ulduzun sayına görə. Oteldən çıxış elədim, gedim indi yemək yeyim. Bunu da atdım ki, bugün çox təklif eləyəcəm. Gəldim restorana, belə bir menü veriblər. Mən makaron yemək istəyirəm. Tomato pasta, Spaghetti tomato. ice Coca-Cola. Okay. Uşaqlar, yeməyimiz gəldi. Belə bir makaron, belə bir kola, pendir. Çox qəşəng qoxur həqiqətən. Buna biraz pendir vur ha. Mən çox pendirli xoşlayıram.
Dadı möhtəşəmdir, sosa həqiqətən çox yaxşıdır. Amma elə biraz çiğ qalıb. Mənim ağız dadıma görə yüngül çiğ qalıb, amma çox qəşəngdir. Soymadan mən bunu yeyim, görüşərik. Çox qəşəngdir də. Detaya baxım nə, tavada gətirib. Çox ləzzət elədi mənə. Yedim, bitirdim, dası gətirdim. Bir dənə Coca-Cola, bir dənə makaron, 14 avro 50 sent tutdu. Bu da mənim 5.50 daçım. Metrodayam. Labirint Debra metrosu. İndi tapdım ki, B xəttinin adı Laurentina. Gedib çıxaram kollejimə. Ümid eləyirəm düz yerə gəlmişəm. Qatar stansiyası. Qatar gəldi. Çox sürətli gedir bu qatar. Merhabalar. Zolaseo. Metroları belə qrafitilidir. Metro memarisi belə qəşəngdir. Bə. Gəldik kollegium binasının yanına. Raketi belə belimə bağladım. Mən istəyirdim bu kollegiumun içinə girim, amma siz növbəyə baxın. Mən kollegiumun içindən sizlərə görüntü qoyaram, amma bu üstüdə növbədə dayana bilmərəm. Good bro, good. Again. I was just Okay, Qaqaş da YouTuber'dır. YouTuber. Oh, okay. Yeah. 100,000 subscribed. Silver play button, yeah. Oh, it's crazy. Yeah. It's my channel. Okay, great. It's cool. Fransa. Okay. Benim istediğim. Sturdy. You car how much? Nice to meet you. You are Brilo. Good luck. Good luck. Goodbye. Nice to meet you, bro. Goodbye. Çok zordu, səmimidir. Deməli uşaqlar 1 euro 50-yə belə bir ice water aldım. Həm yerlilərimizi gördüm, bələdçidirlər. Mən də yaxınlaşdım ki, yorulmayasınız. Millimiz falan dedim, mən də Azərbaycanda təhsil alıram. Bəs burada səyahət üçün gəlmişəm. Blogerim dedi, biz də çəkin. Hə, çox sağ olun. Mən çəkəcəm, sonra da mənə yazacaqlar ki, kadrı sil. Buradan dizillərsən, bizə bol olurlar. Belə bir parka gəldim, dedim biraz səssizlik olsun. Kollegium da arxamızda qalır. Belə bir gözəl yerdə. İstədim sizlərlə biraz dərdləşim, söhbətləşim. Bu YouTube-da olmadığım ərəfələrdə hamının ağlında olan sual, niyə tez-tez video atmırsan? Niyə tez-tez video atmıram? Çünki keyfiyyətli bir videolar ortaya çıxartmaq istəyirəm. Kanalda video olsun deyə video atmaq istəmirəm. Ən böyük problem isə motivasiyadır. Motivasiyadan çox düşürəm. Böyük layihələr işləyirəm. Bacarmışam. Məsələn, Mr. Beast-i kopyalamışam. Uzun videodakı atıram, az izlənmə gəlir, az dəstək gəlir. Şəxsi həyatda baş verən bəzi natarazlıqlar məni həvəsdən salır. Elə bir yaş dövrünə gəlmişəm ki, yəni nəyi necə eləyəcəyimi bilmirəm. Tez bir zamanda çox şey bacarım, amma alınmır. Deməli ki, yavaş-yavaş az irəliləməlisən. Bunu yavaş-yavaş psixologiyama yeritməyə çalışıram. Ən əsası bir şey deyim sizə, bu olmayadığım ərəfəcə yeni bir avtomobil sahibi oldum. Bura qoyuram şəklini. İnşallah videosu hazır olsun. Yaxın zamanda da gələcək yeni avtomobili. Çalışacağam bir də YouTube-a uzun aralar verməyim. Tez-tez videoları paylaşım sizlər üçün. Mən bilirəm, mən nə atsam mənim izləyicilərim izləyəcək, like atacaq, paylaşacaq. Bu videonun da həmçinin paylaşın, like atın. Fanlar da yoxa çıxıb. Instagramda o qədər fan səhifəsi var idi. Qəşəng editlər düzəldirdi. Nərdəsiniz? Özlədim sizi. Bax buradan deyirəm. Instagram hesabımda buralardan çıxdı. Oradan izləyə bilərsiniz məni. Orada daha aktivəm. Instagram hesabıma gedərək burada başa sabitlənmişəm. Taley papkasına yesir. Yesim biraz zəif işləyir bəli. Burada hamısı olacaq. İtaliyada nələr elədim, nə yedim, hara getdim, hardan gəldim. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm. Demək şaladılar burada məndə şəkil çəkdi. Onu da qoyacağam burağa. Thank you. Gracias. Burada özüm üçün TikTok çəkirdim bu zibilliyin yanında. Gəldilər dedilər, you famous dedim, hə, şəkil çəkirlər. Bu arada kurasan videomu görüblər, Fransa videomu göstərdim. Ay, belə dedilər. Get off your phone, can't sit at a green light. Look how that shine reflect like a ring light. This is my podium talking to 3 mics. I'm not Burada belə şalar, güzgülər var. if I said it, you Salam, çox qəşəngdir. live on the corner, I bend it. Venüs. Həmin o məşhur Spanish Steps, yəni İspaniya pilləkənlərinə gəldim. Çox maraqlı. Görəsən bu məntiqi nədir? Bir dənə məntiqini bilmirəm, amma çox qəşəng dekor ediblər. Lane, I cannot sit in one place like a step. Trevi fontanı yanına düşdüm. İndi gedib o suya əl vurmaq istəyirəm. Yeni bir gündən hamıza salam. 15-20 dəqiqələr oyanmışam. Gedək breakfast-ə, səhər yemək. Yuxulu düşürəm aşağı. Görək nə deyim, belə ağız dolusu təriflədiyim. Belə bir padnosa yığacam. Şirniyyatlar var, kurasan var, sonra bilmədiyim belə bir şey var. Albasa var. Cem, ay Allah yağdı. Da svetandı. Kofe də var. Çay, kofe. Fisiyo da yəni. Mən bu otelin pulunu buradan çıxardacam. Belə bir breakfast. Çayın rənginə baxın. Yiyəniz görsənir. Yəqin Hindistan çayı. Yəni dadına
Dadına baxım görüm dadı necədir. Belər var. Belə qəşəng yağımızı çəkirik. Hemen vizyona baxın. Gəlib İtaliyada yağ cem yeyir. Belə bir şey yoxdur. Yağ cem görək necə dadı. Yedim doydum. Ben saat 11'de otelden check-out eləməliyəm. Hələ 11'də var. Dedim biraz fıranım, hələ check-out'ma var. Deməli burada belə bir yer var. Nə alsam 1 euro. Da bir-birindən maraqlı hədiyyəliklər var. Belə bir səbət doldurmuşam uşaqlar. Belə bir kart almışam. Bu kartı sırf Elşada almışam. Ona verəcəm. Görün bunlar ümumi nə qədər tutacaq. Hesablamamışam, direkt yığmışam səbətə. Burada belə çoxlu qolbaqlar var. Görüm hansı qəşəngdir. Bu nəsə baxım görüm. Məncə sənin də xoşuna gələcək. Bunu da sən alıram. Atdım bunu da bura. Çıxdım oradan. Bu qədər hədiyyəli. Cəmi 18 avro tutdu. Çox qəşəng tutdu həqiqətən. Təxmini bir 5-6 dəqiqə sonra otelə çatacaq. Otelim çox qəşəng yerdədir. Yəni olduğum ərazi Roma termini gedir. Hava limanına getmək üçün, başqa bir şəhərə keçmək üçün və yaxud belə deyim də ana yer buradır. Həmən də bura 5 dəqiqəlik məsafədəyəm. Çox əla. Gedək check-out eləyək. Otelimizdən də check-out elədik. Gedək. Grazie. Uşaqlar, gəlin sizə biraz market qiymətlərini göstərim. Belə bir Tuda adlı marketə girək. Burada belə hazır meyvələr var. 6 avro. Mango, papaya, koko. Kakos, mango 3 avro 49 sent. Burada belə hazır yeməklər var. Görürsüz? Burada da belə salat var. Sezar salatına oxşayır. Bütün salatları mən bir-birinə oxşadıram. 3 avro 90 sent. İçəcəklər. Göyərti, abur cubur 3 avro 35 sent, 4.92. Demək olar 2 avroya, 2 avroya, 2.22. Qiymətlər müxtəlifdir. 2 avro 15 sent. Elə bildim ilbizdir, sonra gördüm makarondur, düyüdür. 2 avro 95 sent, 3.90 toyuq qızartması. Bu nədir bilmirəm, kartofla bir yerdə 2.68. Mən 17 Pro Max işlətdiyimi indi anladım. Bunu niyə belə eləmirəm bayaqdan? 2'li kamera. 2 avro 8 sent, 3.99 belə enerji içəcəkləri Monster. Tanınmış bir markadır. 13 avro 50 sentə belə şirniyyat var. Yuxarıda da 17 avrodur. Meyvə şirəsi 1.84, 1.39, 1.19. Red Bull'un qiyməti 1.69. Yəni Red Bull'da da su qiymətlənidir. Bura tövsiyə xarakterli daşıma. Sadəcə böyük kütlə üçün buranı çəkirəm. Amma yenə də xəbərdarlıq edirəm. İçki içmək, siqaret çəkmək sağlamlığınıza zərər verir. 3.49-a nədir bu? Başım çıxmır. Ondandır 5.63-ə. Yəqin ki bu şərabdır. Bir anlayışım yoxdur sadəcə. Göstərirəm belə kimisə marağını çəkər deyə. 6.42. Vodkadır. 11 avro 10 sent. 32 avro çox maraqlı qablaşdırması var. 259 avro. 330 milli kolanın 6 dənəsi 6 avro 42 sent. Bu da 150 milli olmalıdır səhv eləmirəmsə. 150 millidir. Sizə də göstərim. 6 dənəsi 4 avro 34 sent. Zero kafeina. Bu nədir? Diqqətimi çəkdi. Maraqlı. Limonata Fanta 1 avro. Scotch 2.20. Belə bir şirin maşın 19 avro 90 sent. Barbie kuklası var 14.90. Hot Wheels. Hot Wheels'in 5 dənəsi 12.80. Görəsən bu ədədlərindən neçədir? 259. Ayda bir dənəsini almaq istəyirəm. Baxım görüm hansı yaxşıdır. Cybertruck oxşuyur uşaqlar. Əlbəttə ki sizləri unutmadım. Əlimdə gördüyünüz Hot Wheels oyuncağını sizlərə aldım. Aranızdan bir nəfərə hədiyyə eləyəcəm. Tək şərt odur ki, aşağıdan videoya like atırsınız, kanala abunə olursunuz, bildirişləri açırsınız və bir dənə rəy yazırsınız. Qalibləri rəylərdən random saytdan seçəcəm, hədiyyə eləyəcəm. Çox xahiş edirəm kaprizli insanlar qatılmasın. Çünki qaliblə story çəkib Instagram hesabımda paylaşacağam. Hamınıza bol şans. İnşallah kim çox istəyir ona da like olar. Bu da məndən sizə kiçik bir hədiyyə. Sizləri çox sevirəm dostlar. Kiçik də olsa məndən xatirə saxlayarsınız. Görürsüz, ödədim. 2.59 sent. Hədiyyəmiz çantamdadır. Deməli bu video paylaşılandan bir həftə sonra artıq qalibləri seçəcəm. Sizlərdən bir kiçik bir xahiş eləyim. Ümidvaram ki yerə salmarsınız. Buradan Instagram hesabım çıxdı. Gedin ora takib atın. Oranı da çoxaldaq. Hal-hazırda 113 min abunəm var, amma orada 37 min mi, 38 min mi belə takipçimiz var. Yəni niyə oranı da 100 min eləməyək. Gedin takib atın zəhmət olmasa. Yeməyə hara gedirəm? Hara gedirəm? McDonald's-a. Yemək. Barbekü soslu McChicken. Ağırdır biraz. Koyulsun elə ağzım yandı. Avropada butulkaların qapağı belədir, baxın. Qohdur. Həm belədir, amma Azərbaycanlı yoxsa bunu qopartmalıyım. Yox, bu belə olmalı. Arxamda bilmirəm görürsüz yoxsa yox. Burada kruz gəmisi var. Həyatımda ilk dəfədir böyüklükdə bir gəmi görürəm. Belə bir limandır. Napoli şəhərindəyəm hal-hazırda. Nə kruz gəminin böyüklüyü az sözün nereye götür. Oturadağlar. Və buradan da bir gəmi gəlir. Bye.
Belə VIP oturmuşam özüm üçün. Burada belə monitorlar. Bu nədir belə? 55 avroya dəyər də, həqiqətən dəyər. 300-dən qatar gedər. Təyyarə kimi bir şeydir. Gecə də deyə pəncərədən neçəsində görsənmir. İçində də o qədər hiss olunmur. Yəni rəqəmi görməsəm elə bilərəm 150 ilə 160 ilə falan gedir, amma 300-dədir. Çox möhtəşəm bir şeydir həqiqətən. Uşaqlar, belə bir restoranda oturdum. Belə pizza gəldi, kola və buz. İtaliyaya qədər gəlib də pizza makarondan yeməmək olmaz. Makaron yedik, pizzanı da yeyək. Görək pizza necədir. Elə toyuqlu tomatlı pizza sifariş verdim mən. Uşaqlar, pizza çox böyükdür, indi fikir verirəm. Bunu tək başıma mən necə yeyəcəm? Arada yanımda bir dostum da yoxdur ki, onunla paylaşardım. Birini də ataq. Kola da soyuqdan olsun. Bağlatdırmışam restoranı bu arada. Buranı da göstərim. Heç kim yoxdur. Bu arada bir şey almışam, sizinlə bölüşməmişəm. Belə bir üzüyü almışam. Boyunbaq almışam, onu da göstərim. $1 boyunbaq almışam. Oh, həqiqətən çox dadlıdır axı. Bro, is very good. Very good. Yeah. Very. Anything else for garnishing it? For topping? Like chilies. Güzel bir hazırladı. It's very nice. Thank you. Grazie bro, grazie. Nə vaxt bura səyahət eləsəm Romaya, yenə bura gələcəm. Mənim avtobus mənə qədər alır. 14 dəqiqə mən giyib qaçmalıyam. Gəldim havalimanındayam. Romadan ayrılıram. Bir neçə saata check-in başlayacaq. Üzgünəm. Heç getmək istəmirəm burada. Çox xoşuma gəldi. Çox bağlandım bu ölkəyə. Çox maraqlıdır. İnşallah bir gün hansısa Avropa ölkəsində daimi yaşamaq nəsib olar mənə. Amin. Buranın havalimanı da çox genişdir. 3 böyük terminaldır. Bir qatar stansiyasıdır və 9 ya 11 mərtəbəli parkinqdir. 2 dənə parkinqi var. Tam ətraflı internetdə var. Özünüz araşdıra bilərsiniz. Acıdır mı? KFC boxu var. Kartofli. Bəli, bilmirəm nədirsə. Hər yerdə yeyirəm. Gedək içəri bir dənə qəşəng kofe içək. Çox yuxum gəldi. Biraz havalimanını gəzək. Telefondan qeydiyyatdan keçdim. Online check-in hazırdır. Online check-inlərimizi özünüz eləyin, yoxsa havalimanında əlavə pul ödəməli olacaqsınız. Bu da məndən tövsiyə. Bu da havalimanının 2-ci mərtəbəsi, kafedir. Çox çəkməyim, insanlar narahat olmasın. Bu tərəflərdə isə insanlar ya skamyada, ya yerdə yatırlar, istirahət edirlər, uçuşlarını gözləyirlər. Çəkib göstərərdiniz, sadəcə etik bir şey deyil. Nə vaxtsa gəlsəz özünüz görəcəksiniz. Belə bir yerə girdik. Burada otellər, parkinqlər, qatar yoluna keçişdir. Dayanmaq, getmək, dayanmaq, getmək. Meeting room. Terminal 1, parking, maşın icarə yeri və qatar stansiyası. Gəlin qatar stansiyasına gedək, görək ora necədir. Çatdıq qatar stansiyasına. Var belədir. Stazione Fiumicino Aeroporto. Bilet almaq üçün belə aparatlar var. Havalimanı əlimdən gəldiyi qədər sizlərə göstərdim. Hal-hazırda mənim çox pis yuxum gəlir. Yuxumun gəlməyi normaldır. Çünki 4 gündə ortalama hesablasaq 11-12 saat yuxu yatmışam. Uşaqlar belə kapuçino aldı. Mənim yuxum dəhşət gəlir. Cappuccino. Bütün qeydiyyatları tamamlamışam. Mən hələ duty free-də fırlanıram. 2 dənə bilet almışam. Bir də şokolad axtarım, hələ fırlanıram. Havalimanı hələ bağlıdır. Açılmayıb qeydlər. Havalimanında belə oyunlar tapdım. Belə. Nə yaxşı asan demiş. Görürsünüz uşaqlar, mənim IQ-m çox yüksəkdir. Market tapdım. Susuzlanmışam, bir dənə su almaq istəyirəm. Çox düşünüb bunu alacam özümə. Kaleci. İçi belədir. Çox möhtəşəm görsən axı. Marketdən çıxdım. Belə bir içəcək, belə bir cips aldım. Denə bunu eləməliydi, bunu eləməliydi. Red Bull mənə sponsor ola bilərsən. Instagramım buradan çıxdı və digər məlumatlarda açıqlama bölməsində. Red Bull mənə sponsor olsan nə yaxşı olar. Qəşəng iyisi var. Pringles deyil bu arada. Bu arada qiymətini demək yadımdan çıxdı. Bunun ikisine ümumilikdə 7 avro verdim. 4 gün ərzində çox aydınlanma gəldi. Yəni mən içimdəki məni kəşf elədim. Motivasiyam artdı. Axır indi açılır hava. Romadan həqiqi mənada ayrıldı. Son dəqiqələr və bu təyyarə ilə Romadan ayrılıram. Bye Roma. Təyyarənin qanadının altındayam. Çox möhtəşəm. Təyyarədə acıdığıma görə özümə bir ədəd noodle, bir ədəd kola alaraq yenə yeməyə davam edirəm. Artıq 1 saat uçuş qalır. Neyse belə. Təyyarə eniş edir, mən də VC-dən çıxıram.